aldı əskər qisasın. Murovdağın zirvəsində bayraq ucaldı. 44 günə vətənin yarası sağaldı. O gün bütün Azərbaycan ayaq üstə yetişdi o müqəddəsan qeyrəti göstər. Əskərimi güllələyənlər namaz üstə, qardaşları hər birinin qisasını aldı. Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Qarabağ Azərbaycandır verilişinin daimi izləyiciləri. Bizimlə hər zaman qəhrəman şəhidlərimizin evini, ocağını ziyarət edən dəyərli Azərbaycanlılarımız. Bu müqəddəs günlərdə, bu bayram günlərində, Ramazan bayramının artıq son günüdür. Hər kəs, bütün dünya, Azərbaycan da içində olmaq şərti ilə Ramazan bayramını keçirdir. Və biz də qərara gəldik ki, müqəddəs şəhidimizin evində analarla bərabər toplaşaq, elə sizi də qonaq dəvət edək, hamılıqla birgə bu müqəddəs günü qeyd edək. Sübhanımızın ocağındayıq, müqəddəs ocağındayıq. Qəhrəmanlarımızın anaları ilə bərabər gəlmişik. Allah sizi qorusun, bizim dəyərli analarımız, Azərbaycanın müqəddəs anaları, Azərbaycanın qeyrətli xanımları, qeyrətli anaları, oğullarını min bir arzu ilə böyüdüb, oğlunun belə deyim də, o kamını almayıb, onu vətən yolunda qurban deyən analar. Allah sizi var etsin. Siz nə qədər ki varsınız, Azərbaycan var. Elə Azərbaycanı yaşadan əziz tamaşaçılarımız, bax bu analardır. Bu analar və onların dünyaya gətirdiyi qəhrəman oğullar. Bugün bu bayram günlərini cəmi Qarabağımızda bütün elimiz, obamız birlikdə keçirir. Kimin sayəsində? Sübhan kimi bizim qəhrəman oğullarımızın sayəsində, cəmi şəhidlərimizin sayəsində. Mən bu bayram münasibəti ilə bütün tamaşaçılarımız adından, bütün Space televiziyasının tamaşaçıları adından sizi ürəkdən təbrik edirəm. Sizə Allahdan möhkəm can sağlığı arzu edirəm. İnşallah arzu edirəm ki, şəhidlərimizin doğmalarının, əzizlərinin evində hər zaman toy büsat olsun. Şəhidlərimizin əmanətlərinin hər zaman üzü gülsün. Gözəl analarımız bizim. Bayramınız mübarək olsun. Xoş gəlmisiniz, əziz, dəyərli, mənim dərd ortaqlarım, şəhid analarımız. Burada analarımız, rayondan gələn analarımız da var. Qəbələdən gələn anamıza xoş gəldin deyirəm. 11 ayın sultanı Ramazan. Gözəl aydır. Bu ayda insanların bir-birinə olan məhəbbəti, ruzu bərəkəti, bu ayda Novruz bayramın gəlişi, Ramazan ayımızın gəlişi və bu günləri biz analarımızla və Space kanalının dəyərli aparıcısı Nuranə xanım bizim evimizə qonaq gəlib və mən bu günləri, bu süfrəmi bütün Azərbaycan xalqı ilə bərabər və yanımda olan analarımız, qeyrətli analarımızla bərabər iftar süfrəsinə yığışmışıq. Analar, Allah sizlərə can sağlığı versin, oruc namazınızı Allah dərgahında Allah qəbul eləsin, balalarınızın yeri behişt olsun. Mən bir şey də demək istəyirəm Nuranə xanım. Bax, bu gördüyünüz qablar Sübhanın adına alınmış qablar idi. Mən həmişə bunu elə qismət olur ki, ehsan süfrələrində mən bu qabları işlədirəm. Allah Taala, nə bilim, kaş Sübhanın toyu olardı, Sübhanın toyuna yığışardınız, amma yenə də məqamı uca olsun balamın, bütün şəhid balalarının, nakam gedən balalarımızın məqamı uca olsun və tutduğunuz bu orucu Allah dərgahında Allah qəbul eləsin və sizə də dərin təşəkkürümü bildirirəm ki, siz rayon gəzib, analarımızı çəkilişlər eləyirsiniz, analarımızın balalarını tanıdırsınız. Elə bir ev yoxdur ki, siz o evdə olmayasınız. Bax, bir gün qismət oldu, elə Sübhanın da ocağına gəldiniz, xoş gəldiniz. Allah sizlərə can sağlığı versin. Qarşıdan gələn əziz bayramlarınız, bütün bayramlarınızı təbrik eləyirəm. Daim Azərbaycan xalqının üzü gülsün. Bir daha müharibə olmasın. Bir daha analarımız gözü yaşlı qalmasın. Allah dövlətimizi, dövlət başçımızın canını sağlam eləsin. İnşallah ki, bütün bundan sonra olan o Zəngəzurumuzu da sülh yolu ilə alarıq. Bir daha müharibə olmaz.
Çünki bizim dövlətimizin başında elə bil sərkərdər dayanıb ki, mən bilirəm ki, inşallah ki, bunu sülh yolu ilə həll eləyəcək. Allah vitse-prezidentimizə və prezidentimizə can sağlığı versin. Mən buradan onun bayramını təbrik edirəm. Allah ona can sağlığı versin. Bir daha analar, tutduğunuz orucu Allah dərgahında Allah qəbul eləsin. Çox sağ olun. Xoş gəlmisiniz bizim Büyünləri Sübhan ocağına. Xoş gününə gələ, Mehriban ana. Sən ki bugün bizi öz süfrənin başına oturdurmusan, sənə öz təşəkkürümü bildirirəm. Mən şəhid İlqar Əhmədovun anasıyam. Oğlum 1 il 8 ay kəşfiyyatçı olub. 98-ci ildə əskəriyə gedib, 2000-ci ilin yanvar ayının 26-sında son dəfə kəşfiyyat əməliyyatını yerinə yetirəndə erməni minasına tuş gəlibdi. İkinci övladım Vüqar, o da vətənpərvər, çox vətənpərvər uşaq olubdu. O da instruktor əskəriyə gedəndən sonra Avropanın Stockholm şəhərinə gedib, orada diaspor cəmiyyəti yaradıb, diaspor cəmiyyətinin sədri olub. O da o yolla öz vətənpərvərliyini nümayiş etdiribdi. 2011-ci ildə qəfildən dünyasını dəyişib, 25 yaşında. Allah cəmi dünyasını dəyişənlərimizə rəhmət eləsin, başda şəhidlərimiz olmaqla Allah cəmi dünyasını dəyişənlərimizə qəni-qəni rəhmət eləsin, yerdə qalanlara Allah sağlam ömür versin. Başda sərkərdəmiz, prezidentimiz İlham Əliyevi, vitse-prezidentimiz Mehriban xanım Əliyevanı bu bayram münasibəti ilə təbrik edirik. Qoy həmişə Allah onları elimizin, obamızın üstündən əskiy eləməsin. Elimizə, obamıza da, şəhid analarına da arzulayıram ki, qoy həmişə qazanınız qaynar olsun, işıqlarınız yanan olsun, süfrələriniz bol neymətlərlə həmişə dolu olsun, hər birinizin evində həmişə xoşbəxtlik süfrələri açılsın, Allah o günləri nəsib etsin. Mən 1993-cü ildə Ağdamın Şelli kəndində şəhid olmuş 18 yaşlı Əliyev Elşadın anasıyam. Bəli, indi mənim evladımın 50 yaşı oldu. Ancaq baxın, görün, burada həm 44 günlüklər var, həm antiterrorlar var, bütün qısas əməliyyatıdır, aprel döyüşləridir. Hamımız burada bir yerdəyik. Nəyə görə mən bu sözü deyirəm? Deyirlər ki, fərq qoyulur. Fərq qoyulmur. Görürsən ki, bu nədir? Şəhidlərimizin birliyidir, analarımızın birliyidir. Mən buna çox sevinirəm. Ona görə sizə çox sağ ol deyirəm birinci Mehriban ana ki, bəli, hər yerdə belə olmaq lazımdır. Şəhidlər hamısı bizim canımızdır, hamısı bizim evladımızdır. Azərbaycan oğullarıdır, onlar mərd, igid, qəhrəman. Bəli, bu günləri biz Sübhan ocağına yığışmışıq. Bu gözəl gündə, Ramazanın axırıncı günündə, bu iftar süfrəsində bizi də dəvət elədiyinə görə mən bütün analar adından, öz adımdan sizə minnətdarlığımı bildirirəm. Allah bizim bütün şəhidlərimizi rəhmət eləsin. Məqamları uca olsun, ruhları şad olsun. Bəli, Allah bizim dövlətimizi bir daha pis günlər göstərməsin. Qoy həmişə bizim süfrələrimiz belə açıq olsun. Ruzi bərəkətli olsun evlərimiz. Qoy süfrələrimiz bol nemətlərlə düzlü olsun. Həmişə xoş günlər, xoş rüzgarlar bizlərin olsun. Hamının evində belə süfrələr açılsın, belə qonaqlıqlar olsun. Azərbaycanımız çiçəklənsiz, prezidentimiz var olsun. Yenə də deyirəm, Allah biz anaları həmişə bir-birimizlə doğmalaşdırsın, mehriban eləsin. O şəhidlərimizə mən öz minnətdarlığımı bildirirəm ki, bir-birimizi tanımamışıq, ancaq onların sayəsində bir-birimizə ana bacı olmuşuq. Mən də hər birinizi salamlayıram, başda Mehriban bacımı. Ona görə ki, Mehriban bacı heç bir şəhidlərdə ayrı-seçkilik qoymur. Rayonundan asılı olmayaraq, uzaqlığından, yaxınlığından asılı olmayaraq, Mehriban bacı bütün şəhid evlərinə gedir. Kim hara dəvət eləsə ora gedir. Amma bir söz də deyim ki, yenə bir xəstəliyə düşəndə Mehriban ana eşidən kim ki, filan şəhid anası xəstəxanadadır, tez özünü çatdırır, birinci gəlir. Mən bu gün sənə öz təşəkkürümü bildirirəm. Hər zaman sənin süfrən belə bol olsun, bol açılsın, urzulu bərəkətli açılsın, olsun.
Bu gün biz Ramazan ayına yığışmışıq. Orucluq ayına Mehriban ana ehsan verir. Sübhan balamızın, şəhidlərimizin adından. Onun üçün bu anaları bura yığıb Allah qəbul eləsin verdiyi ehsanı. Allah min əvəzin versin. Allah bundan belə Mehriban ana sənə heç vaxtı pis gün görkəzməsin. Hamımıza, bütün analara yaxşı günlər qismət olsun. Mən də Şəhid Hacıyev Elmazın anasıyam. Nə hərbiçi döyüdü, nə əskər döyüdü. Elmaz çağırışla getdi, səfərbərliyi ilə getdi. Elmaz 2 balasına, bir 19 yaşında yarına, bir anasına baxmadı. Vətən deyib getdi. Bu gün nə torpaq insanla doymur, nə biz torpaqdan doymuruq. Biz deyirik, vətən bizim olsun, vətən uğrunda balalarımız qurban getdi. Amma bu gün neyniyə yenə şükür edirik, min şükür deyirik ki, balalarımız uca zirvədədir, məkanları cənnət olsun. Var olasınız Nuranə xanım, siz də burada ayanalarda var olsun. Allah hər birinizi qorusun, balalarımızın məkanı cənnət olsun, bütün şəhidlərin. Çox sağ olun, bayramınız mübarək olsun. Səhər tezdən yadımdadır ki, biz şəhidimizin evindən durub çıxanda, qapının qarşısında şəhidin atasından mən əl tutuşdum. Dedim, çox sağ olun, mən ona təşəkkürümü bildirəndə əzan səsi gəldi. Dedim, hə, bax bu sahildir, bizi yola salır. Deyir ki, yəni, mən sizin gəlişinizi bildim. Buyur ana. Allah ziyarətimizi qəbul eləsin. Allah tutduğumuz oruçları qəbul eləsin. Belə neçə Ramazanlar Allah nəsib eləsin hamımıza. Allah can sağlığı versin. Gözəl-gözəl həmişə bir yerdə yığışmağı bizə nəsib eləsin. Bütün şəhidlərin ruhu şad olsun. Çox sağ olun ki, bizi bir yerə yığırsınız. Müşfiq müəllim, Nuranə xanım. Biz bir-birimizi görəndə çox rahat oluruq. Çox sağ olun, var olun. Allah hamımıza can sağlığı versin. Allah şəhidlərimizin ruhunu şad eləsin. Ana, Çox sağ olun. tanımadıkların analardan var burada. Burada tanış olduk. Hə. Gör nə böyük bir işler. Hansı anayla tanış oldun? Bu ananı tanımırdım, görməmişəm. Burada tanış Hə, o ananı görməmişdim. Onu görmüşəm, amma yadımda qalmayıb. Bizim Müşfiq, bizim oğullarımız tanımayaraq bir səngərdə, bir qurtum suyu, bir tikə çörəyi bölüblər. Biz analar da elə hamımız balalarımızı yaşatmaqdan ötəri bir olmalıyıq. Həqiqətən də bu gün mən bu anaları görməkdən çox belə rahat oldum. Dünən də bir dənə görmədiyim ananı gördüm, 2 şəhid anasını. Yəni ki, bu yol elə bir yoldur ki, getdikcə görürsən ki, bizdən də mən həmişə özümə çeyləyirdim ki, mən balamın nişanlısı qalıb, yəni ki, çox əziyyət çəkirəm, özüm də çox xəstəyim. Amma dünənki ananı danışdırandan sonra mən özümü bilmədim. O ana balasının sümüyünü axtarır. Allah özü yar və yardımcı olsun onun balasını tapmağa. Yəni ki, ana balasının sümüyünü axtarır ki, sümüyünü dəfn eləyim. Belə dərdli analar da var. Allah ordumuzu, millətimizi, dövlətimizi qorusun. Allah bir dəqiqə səngərdə duran igidlərimizə güc, qüvvət versin. Ulan sayəsində biz burada rahat, elə bil ki, nəfəs alırıq, rahat gəzirik. Allahları qorusun. Qəbəliyə gələcəyik inşallah. İnşallah, Yığıb inşallah. anaların hamısını gələcəm qəbəliyə. İnşallah, inşallah. Analar gözəl, yaz gəlib, bayramı qeyd elədi. İndi nə etməliyik? Getməliyik rayondakı anaların evlərinə qonaq. İnşallah, inşallah. Çox sağ olun. Qəbələdəyik inşallah. Nuranə xanım, bax bu burada görsənən bu insanlar, analar, qəhrəman analardır da bunlar. Yəni bunlar Azərbaycan qəhrəman. əsl qəhrəman, belə qəhrəman anaların yetişdirdiyi qəhrəman evladlar. Həmin bu analar hər dəfə birlik olduğumuz zaman sizin vasitənizlə, sizin kanalımızın vasitəsilə hər dəfə ana görürsüz ki, deyir ki, mən bu ananı tanımırdım, burada tanıdım. Bizim gördüyümüz işlər şəhidlərin yolu, bir-birlərin, bəli, bu birliyin möhkəmlənməsinə xidmət edən bir işlərdir, görüntülərdir, təbliğatlardır ki, analar öz oğlun döyüş yoldaşının anası ilə tanış olur. Öz oğlan, bəli. İndi burada anamızın oğlu ilə bərabər başqa bir anamızın oğlu da bir yerdə döyüşüblər, düzdürmü? Sübhanla Niyamət. Bəli, yan-yana
əyləşiblər. Bir hissədə işləyiblər. Bu çəkilişlərin, bu təbliğatın böyük bir nəticəsi var. O da ki, göz qabağındadır ki, analar sizin kanalınız vasitəsilə bir-birlərini tanıyırlar, bir-birlərini daha sıx birliyidir. Bəli, təbliğat yəni gedir bir-birlərini tanımaqda, bir-birlərinə dərdlərini deməkdə, yumşalmaqda analar yəni ki, bu vasitələrdən istifadə olunur. Müşfiq müəllim, bu birliyi bizə yadigar, əmanət qoyan bizim şəhidlərimizdir. Şəhidlər öz canı bahasına göstərdi ki, nə vaxt birlik olmaq olar. Vətən darda olanda, torpaq darda olanda və şəhidlərdən sonra sanki şəhidlərin anaları bir orduya çevriliblər. Bu yolu onlar davam elətdirirlər. O birliyi necə göstərmək lazımdır, onlar da bunu nümayiş elətdirir. Bəli, Nurani xanım, qan bağlılığı daha da o bayraq daha ətrafında da sıxlaşdı. möhkəmlənmişik. Və bu birliyi biz bir də harda gördük? Elvinimizin bulağının açılışında. Analar necə hamısı oradaydı. Necə hamısı sevinirdi. Azərbaycanın elə bir rayonu yox idi ki, gələn olmasın ora. Düzdür, ana? Bahar anamız, çiçək anamız bizim, gözəl anamız. Mən də hər birinizi salamlayıram. Çox sağ ol Mehriban bacı. Bugünkü gün bu süfrə açdın, bizi iftar süfrəsinə çağırmısan. Bayramın axırıncı günləridir. Allah cəm şəhidlərimizin yerini cənnət eləsin. Sübhan valamda onun içində. Həqiqətən də biz bugünkü gün bir-birimizə bacı yox. Siz də sağ olun ki, bütün rayon bay rayon, hər yanı gedirsiniz. Həqiqətən mənim balam bulaq açılışında, Müşfiq balam, sən hər vaxtı yanımda olmusunuz. Bulaq açılışında tamam başqa cür oldunuz. Çox sağ olun. Şəhid balalarımızın məkanı cənnət olsun. Bu açılan ehsan, süfrə şəhid balalarımıza ehsan olsun. Mehriban bacının indən belə həyətinə, qapısına şadlığa gələk. Allah hamımıza can sağlığı versin. Həqiqətən də bizim o gözəl balalarımız bizi bacı elədi. Özləri də həqiqətən bəlkə də bir stəkanda su içən oğlanlar idi. Biz də bir stol başında oturan belə xanım xatın gözəl bacılardır. Can. Azərbaycanın Mənim adım Bahardır. Bahar bayramımız mübarək olsun. Hamımızın iftar süfrəsi Allah xeyir açsın. İftar süfrəniz bərəkətli, ruzulu olsun. Mənim dəyərli bacım, qiymətli bacım. Sağ ol. Gözəl analarımız, gözəl analarımız. Birlik, bax budur. Bayramlaşmaq. Bax bizim balalarımız da həqiqətən o torpaqların üstündə can da verəndə bax beləsinə bir-biri ilə öpüşüb, əl-eləşə yapışıb can veriblər. Onların da yeri cənnət olsun. Bu xanım analara da Allah indən belə daha pis gün göstərməsin. Sağ olun. Amin. Həqiqətən də Qarabağ Azərbaycandır. Azərbaycan da həqiqətən bu oğulların sayəsində Azərbaycandır. Bəli, var olun, sağ olun. Gözəl anam mənim, əskərlərimizə sizdən dua istəyirəm bu bayram günlərində. Şəhid oğullarımızın bir etdiyi o sərhədlərimiz ki var, o sərhədlərimizi bütövləşdirdilər. Azərbaycanımızın suverenliyini, müstəqilliyini, sərhədlərini bütövləşdirdilər. İndi əskər balalarımız var ki, o sərhədləri qoruyurlar. Sərhədimizin keşiyində dayanıblar. O balalara bir dua elə. Allah bütün soldatlarımıza ömür versin, sağ can versin. Nə qədər mənim ömrüm varsa, soldatlara versin. Səkinə ana çox özünə qapanmış bir ana idi. Biz analarla çalışdıq. Səkinə ananı cəmiyyət arasına çıxardaq, anaların arasına çıxardaq ki, qoy ana bir təsəlli tapsın, oğlu ilə fəxr eləsin və təsəlli tapsın, görsün ki, o tək deyil. Həm də o şəhid analarının yanında olanda biz ona ürək-dirək verib və fikirləşsin ki, bizim onun yanında doğma bacıları var. Bizim kimi bacıları var. Və Səkinə ana doğrudan da çox gözəl anadır, amma biraz kövrəkdir. İnşallah ki, yanımızda olacaq və bizim yanımızda. Biz hara geçsək özümüzdən onu aparacaq. Tək Səkinə ananı yox. Məni bir təsəlli ana kimi tanıyırlar. Baxmayaraq ki, özüm də şəhid anasıyam. Amma o qədər anaları mən evdən çıxartmışam. Cəmiyyət arasına çıxartmışam, insanlar arasına çıxartmışam. Bax, Mayqa anamız var. Mayqa ananın qapısına birinci dəfə mən getmişəm. Onun oğlu itkin düşmüşdü. O yaya aylarında gətirdi və Mayqa ananın qapısına mən ayaq açanda o ana çox pis vəziyyətdə idi. Bax, o ananı anaların arasına, məclislərimizə mən çıxartdım. İndi şükürlər olsun ki, Mayqa ana özü başqa təsəlli verir, başqa analarımıza. Sağ olsunlar. Yəni biz bir yerdə döyüşər, Niyaməddinin anasıdır, mənim gözəl anam. Anamız bir söz dedi, mən təsəvvürümə gətirdim, biraz çox kədərləndim.
Axırıncı dəfə Niyaməddin Süphanın telefonu ilə zəng eləyib. Cəfədə olanda Süphanın telefonu ilə zəng eləyib evlərinə, anası ilə danışmağa, ondan sonra şəhid olub və həmin o nömrəyə ana dəfələrlə zəng eləyib, cavab verilməyib o telefona, Süphan da şəhid olubmuş. Amma üstündən bir müddət keçəndən sonra ana zəng eləyib, telefonu mənim böyük oğlum götürüb. Götürüb adboy verib, amma ayrıdan bir də ana zəng eləyib, deyib ki, oğlum adboy vermə, mən bəs Niyaməddinin anasıyam da. Süphanla bir yerdə şəhid olub, onlar da Beyləqanda işləyirdilər və bir yerdə o qədər çörək kəsmişdilər, belə bir oğullar. Onlar gedib torpaqlarını, şirin canlarından keçib o torpaqları azad edəcəklər. Və bilərək ki, ya qazi olacaq, ya şəhid olacaq. O sinəsini verib qabağa getdi. Bax bu oğullar. Süphan anası dediyi həmin bu şəhidlərimiz 6-sı bir yerdə şəhid olur. Süphanın bulağının yanında 6 nəfərin Bəli. Orxan Əkbərovdur. Kəşfiyyata gediblər, kəşfiyyatdan. Füzuli istiqaməti ilk başlayanda, döyüşdə ilk başlayanda o hissədən Yastıtəpə deyilən istiqamətdə bəli, bir gündə 6-sı da bir yerdə Orxan Əkbərovun komandirləri Orxan Əkbərov olub. Bərabər giriblər döyüşə, kəşfiyyata. Həmin 6 gündə orada qaldılar, döyüşün şiddətli vaxtında. 6 gündən sonra həmin o istiqamətdən 6-sı bir yerdə olub. qəhrəman oğullar, Bəli. qəhrəman 6 oğul. Niyaməddinimizin anasını da bayram münasibəti ilə təbrik eləyək, bu Ramazan Çox sağ ol, münasibəti ilə. çox Allah sağ sizi olun. qorusun, ana, gözəl anam, gözəl gözlüm. Cümləmizi. Gözəl gözlüm. Amin. Mən də hər birinizi salamlayıram. Hər birimizin Ramazanı xeyirli uğurlu başa gəlsin inşallah. Oruçlarımız, namazlarımız, bütün anaların əl açıb dua töydüyü duaları Allah qəbul eləsin. Amin. Bizi bu məclisə, bu müqəddəs süfrə başına yığan anamıza təşəkkür edirəm. Bu ananı da bizə tanış eləyən o oğullara təşəkkür edirəm. Canları bahasına, qanları bahasına, saflıqları, təmizlikləri, mərdlikləri bahasına həyat yolu keçdilər, döyüş yolu keçdilər. Kəşfiyyat taborunda Niyaməddin oranın tağım komandiri, Süphan oranın baş giziri. Orada yaxşı yoldaşlıq, yaxşı dostluq eləyiblər. Bəli, ona görə də ki, son nəfəsində onlar bir-birinə hayan olublar. Can deyiblər. Can deyiblər, can eşidiblər. Bəli. Allahdan arzu eləyərəm ki, bu şəhidlərin əziyyəti heç vaxt itməsin. Dövlətimiz, millətimiz, gəncliyimiz, hərbimiz onların şərəfini həmişə uca tutsun. Şəhidlərimizin qanı bahasına ucalan bayraq heç vaxt bir dinməsin. Anaların könlündən keçən bütün arzular həyata keçsin. Allah keçənimiz keçdi, gələnimizi xeyir eləsin. Siz də sağ olun. Siz sağ olun. Sağ olun ki, gör neçə rayondan, neçə evdən, neçə adamlar bir-biri ilə ünsiyyətlər eləyirsiniz. Hər kəsin də bir-birinə tanışlığı canı dildən qəbuldur. Var olun, bir yerdə olun həmişə. Allah canımızı sağ, işimizi avan eləsin. Yaşasın dövlətimiz, millətimiz. Yaşasın qəhrəman oğlanların qəhrəman anaları. Gözəl Sağ anam. olun. Çox sağ olun. Allah razı Təşəkkür olsun. edirəm. Qəbələdən gələn də qonağımız var. Buyurun əziz bacım, buyurun. Mən də şəhid analarımı salamlayıram. Mehriban anaya təşəkkürümü bildirirəm ki, bu gün bizi iftar süfrəsinə dəvət eləyib. Bizi bu qapılara aparan bir qüvvə var. Onun adı şəhiddir. Və mən bütün analarımızın qarşısında baş əyirəm ki, belə oğullar dünyaya gətiriblər, belə oğullar itiriblər ki, yəni hər bir ana evlad acısın, həsrətinin, bax biz burada hamısının gördük ki, dəfələrlə də görürük ki, analar evladları üçün nə qədər həsrət çəkirlər. Amma analarıma hər zaman bildirirəm ki, onlar cismən sizdən ayrılıblar, ruhən sizin yanınızdadır. Görün nə gözəl bir gündə Mehriban ananın evinin qonağı oldu, müqəddəs Ramazan ayında. Ramazan ayınızı təbrik eləyirəm. Bütün dünya müsəlmanlarının Ramazan ayı mübarək olsun. Ramazan birlik, Ramazan bərəkət ayıdır, barış ayıdır, Ramazan təmizlik ayıdır. Bugün sizin evinizin qonağı oldum. Allah sizləri var eləsin. Öncə Mehriban ana, qəhrəman oğlun, qəhrəman anası, hər biriniz
Sizlər bizlərin baş taclarısınız. Əllərinizdən öpürəm, qarşınızda baş əyirəm. Qarabağ Azərbaycandır komandasına da öz təşəkkürümü bildirirəm. Hər bir şəhid evi bir ocaqdır, bir ziyarətgahdır və bacardığımız qədər onları ziyarət etmək, tanımaq. Çünki o şəhidlərimiz bizlərin uğrunda şirin canlarından, ailələrindən, övladlarından, arzularından bir keçib gəlib o vətəni müqəddəsləşdiriblər. Vətən deyəndə mən ancaq şəhid məzarından başlayır mənim üçün vətən. Sərhədimiz vətən. Mən hər bir rayona, hara gedirəmsə, birinci oranın şəhidlər xiyabanını ziyarət edirəm. Onların qarşısında baş əyirəm və sizlərə də təşəkkür edirəm. Xeyir işlərə gələk. Mart ayı bayramlar ayıdır. Novruz bayramı, Ramazan bayramı. Təbrik eləyirəm. İnan belə müharibə olmasın. Mən salam deyirəm bu gələn şəhid analara, baş əyirəm onlarına, var olun. Bir də sizə çox təşəkkür eləyirəm. Minnətdaram ki, bu anaları belə sayırsınız, gəlirsiniz, borcumuzdur. qapılarını açırsınız, bunlara yad eləyirsiniz. Çox minnətdaram sizə. Sağ olun. Bayramınız mübarək olsun. Sağ olun, var olun. Əziz tamaşaçılarımız, sizinlə bu bayram günlərində müqəddəs bir ocaqda görüşdük. Sübhanımızın, qəhrəman oğlumuzun ocağında görüşdük və Sübhanımızla bərabər cəmi Qarabağımızı bizə qaytaran, işğaldan azad edən o oğullarımız ki var, eyni səngərdə, o 44 günün 44-ündə də əziyyət çəkiblər, əzab çəkiblər. Müharibə böyük bir faciə, böyük bir fəlakətdir. O fəlakəti cavan yaşlarında yaşadılar. Qanın qadanın içində biz elə bilirik ki, asanlıqla o torpaqlar alınıb, asanlıqla alınmayıb. O oğullar son nəfəslərində bir-birinə can deyiblər, bir-birinin əlindən tutublar, biri-birinin yanında şəhadətə ucalıblar. Bütün şəhid oğullarımızın hər birinin ruhuna sizin adınızdan, öz adımızdan, müqəddəs anaların adından salamımızı yetiririk və bu gözəl analarımıza, Azərbaycanımızın baş tacı olan şəhid analarımıza bir daha Ramazan bayramınız mübarək olsun söyləyirik. Mehriban ana, var ol, bugün bizi evinizdə qəbul elədiyinizə görə. Müşfiq müəllim, biz bu yolumuzu davam edəcəyik. Bir daha söyləyirik, bayramınız mübarək və bizim oğullarımız nəyin uğruna canlarından keçdilər? Qarabağın. Və o ali baş komandanın bir şuarı ki var, bütün dünya o şuarı əzbər bilir. Bax, o şuarı biz də səsləndirək, mübarək oğullarımız səsimizi eşitsin. Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycandır!